dostlar, çox hörmətli xanımlar, bəylər. Hörmətli Sadi xanım, doğrudan da çox tarixi bir yerdə və çox tarixi bir kitabın müzakirəsi ilə təqdimatı keçirilir. Əslində, Əsəd Cahangir bu kitabla bağlı bütün əsas ciddi məqamlara çox dəqiqliklə və kəsir alim yanaşması ilə toxundu. Sizin şəxsiyyətiniz, xarakteriniz, alim kimi xüsusiyyətləriniz və bu kitabın əhəmiyyəti bu gün əslində bu barədə danışmağa yığışmışıq və mən sevinirəm ki, bu salonda bizim bir xeyli hörmət elədiyimiz ziyalılarımızı, gələn müsahiblərini, alimlərimizi görürük və sizin dostlarınızı görürük. Mən Sadə xanımı bir xeyli vaxt tanıyıram. Onun müasir ədəbiyyatımızla bağlı araşdırmalarının çoxuyla danışan, hətta bir lütf göstərib, mənim vaxtımda öncə bir kitabda yazmışdır, bu çox şərəfdir, şübhəsiz. Və bunun heç bir belə xəbərsiz, mənim xəbərim olmadan, bəziləri xahiş millət edirlər, amma belə deyək ki, heç xəbərim olmadan belə bir kitab yazmışdır. Kitab mənim əlbəttə yaradıcı həyatımızda çox böyük hörmət dövlədir, belə deyil. Bu kitab mən bir əvvəllərdən sizə düzün deyil, bir təsəvvür edə bilirəm ki, indi neçə müddətə bu kitabı yazmaq olar. Bu kitabı bəlkə də bir yarım ilə oturub yazmaq olar. Yarım ilə yazı texnikindən asıldır, biraz da uzun müddət, bəlkə biraz az, amma hər an o yarım ildən tez yazmaq mümkün deyil. Amma əsas o deyil, alim üçün bunu yazmaq böyük bir, belə deyək ki, bəlkə də bir əsas göstərici deyil. Əsas burada yığılan bu haqqında söhbətdə bu əsərləri oxumaq, bu qədər Qarabağ haqqında yazılan bütün şeirləri, bütün poemaları, bütün nəsr əsərləri, hekayələri, povestləri, hamısını oxumaq bu qəhrəmanlıqdır. Bu bir qəhrəmanlıqdır, bu artıq bir belə bir şöbənin işidir ki, oturarlar, yığışalar, birisi də xaricdə belə kitablar yazılanda bir də görürsəniz, bestselləri oxuyuruq. Oxuyanda görürsən ki, 30 adama təşəkkür edir. 30 adam onun komandasıdır. Onlar oxuyurlar, qeydlərini eləyirlər, fikirlərini yığırlar, axırda verirlər o alimə, deyirlər ki, bax belədir, o yazıb oturub onların hamısını oxuya bilməzlər, ona imkanı da yoxdur. Ona görə bu bir üstün işidir əslində, bu boyda əsərləri oxumaq və dəyərləndirmək və ardıcılığı qorumaq, hər kəs haqqında onun özünə yaraşan şəkildə danışmaq və söz demək. Ona görə Sadə xanımın bu zəhməti necə çəkib, bu işi necə görüb, bir qadın üçün bu işlərin hamısını görmək, mən yenə deyirəm ki, doğrudan da bir qəhrəmanlıqdır. İkincisi, yəni, mən təhcə deyək ki, Azərbaycan poeziyasının bütün nümunələrini demirəm, təkcə cavanların şeirlərini izləməyə imkanım yoxdur. Çatdıra bilmirəm. Bir çox kitabları, əvvəli kitab tapmam üçündür, gələk sənə versinlər kitabı, ya da düşüb axtarasan falan nəşriyyatlardan, o da mümkün deyil. Amma Sadə xanımların hamısını oxuyub və dəyərləndirir. İkincisi, o povestlərdə o şəkildə, romanlarda o şəkildə çox böyük əziyyət çəkir, bu əziyyətdən görə əslində ona hamımız minnətdardır. İkincisi, bu Qarabağ məsələsi son dərəcə ciddi bir məsələdir və onun bu qəhrəmanlıq tariximizi, istiqlal tariximizi, keçdiyimiz şərəfli bir yolu əks etdirən bir muzeydə qeyd olunması, bu da çox təbii, çünki bu muzey əslində biz bütün uşaqlarımızı, məktəblərimizi aparır, onların hamısını bura gətirmək lazımdır. Güney Azərbaycan, Quzey Azərbaycan keçdiyimiz bu azadlıq yolu, biz həmişə deyirik ki, bir dənə belə Azərbaycanda soyqırım muzeyini edik,
başqa muzeylər deyilən İstiqlal Muzeyi, bəlkə günün birində elə bu bina boyda başqa bir bina tikiləcək və İstiqlal tariximiz orada öz əksini tapacaq. Hamısını bura sığışdırmaq mümkün deyil. Amma Qarabağ müharibəsi bizim istiqlalımızın ən şərəfli, ən parlaq səhifəsidir. Ən parlaq. Çünki 1905-ci il, 7-ci ildə qəhrəman insanlarımız olub, vuruşurlar nəticəsiz. 18-20-ci ildə 2 illik müstəqillik dövrü yaşadı. O dövrdə onlar qeyri-adi insanlardır. Bugün o ziyanların ələci yoxdur əslində. Rəsulzadə ilə başlanan Məhəmməd Əmin Rəsulzadə, sonra Əlbər Hüseynzadə, Topçubaşı, bunlar hamısı bugün belə işlərini, zəhmətlərini göz önünə gətirəndə nə deyib, söz tapmırsan, qəhrəmanlıqdan da yuxarı bir sözdür. Bu adamların o da 2 il yaşadı, sonra təəssüf ki, sonra işğal oldu, üstəlik dövlətimiz. Onlar da parlaq səhifələrdir. Amma son bu artıq 24 illik bir müstəqillik tariximiz var və bu tarixində ən parlaq səhifəsi bir neçə gündən sonra, 2 gündən sonra Aradla qeyd edəcək beşirliyinin o qələbədir və 30 illik bir işğala son qoyan bir qələbə bu bizim tariximizin bəlkə ən parlaq dövrüdür və bu qələbə ilə bağlı o qələbənin bir əskər qələbəli qazanan əskər var, bir də söz var. Bir söz və bir silah, bir qılınc və bir qələm. Bunu böyüklərimiz də haqq elə yan-yana qoymurlar. Çünki bəzən qılıncla qazanılan qələbələri sözlə uduzanlarımız çox olur. Sözlə uduzanlar o qədər olur. Söz, əgər qələbənin də bir söz əksi yoxsa, bir söz heykəli yoxsa, söz abidəsi yoxsa, o qələbələr tarixi yaşamaz. Ona görə də əslində bir cəbhə əskərin dayandığı cəbhədir səngər, bir səngər də sözün səngəridir. Və onlar bir-birini qorumalıdır. Əgər bir qorunmalı mədəniyyət yoxdursa, o qələbənin nə mənası var? Əgər bir böyük mədəniyyət, böyük vətən, böyük ruh, böyük bir Azərbaycan mənəviyyatı yoxdursa, xasiyyət nəyi qoruyur? Ona görə də o mənəviyyatın da sahibi sözdür. Onu yaradanlar da söz sahibləridir. Buna görə də Qarabağa həsr olmuş əsərlərin bizim ədəbiyyat tariximizdə xüsusi yeri var. İndi bəziləri bu son 5 ildə tələm-tələsik yazılır. Bəziləri heç deyək ki, ciddi yazılır qabiliyyəti yoxdur. Publisistdir, jurnalistdir. Amma ürəyi yanır ki, şəhid haqqında bir kitab yazır. Bəzən bir adam 10 şəhid haqqında kitab yazır, bir-birinə bənzəyən kitablar yazır. Biz onları qınaya bilmərik. Yəni, ürəyi istəyib yazıb, bu gün o publisistik yazıdır. 5 ildən sonra elə qəhrəmanlar var ki, o publisistik yazılar 5 ildən sonra başqa bir yazıya bir material verəcək, daha ciddi bir əsər yazmalı. Ona görə də kiçiyindən böyüklər qədər, zəifindən ən uğurlu əsərinə qədər Qarabağla bağlı nə yazılıbsa, hamısı dəyərlidir. Hamısının təhlili, müzakirəsi, araşdırılması son dərəcə zəruridir. Ona görə də Sərdə xanım burada janrlar üzrə, həm də bir var ki, ümumi şəkildə Qarabağa həsr olmuş əsərlər bunun üstündən keçib getmək olar. Amma bir də var, Qarabağ mövzusuna əks etdirən əsərlərin janr xüsusiyyətləri, var ki, verilmi yanaşmadır. Problemlər, yəni, problematikası. Sonra obrazları və bədii dili. Bu artıq, bilirsiniz, təhsil əsərləri oxu üstündən keç olan umumi bir mənzərə yarat, belə deyil. O, həm də əsərlərin hamısının ədəbiyyatşünaslıq baxımından, dilçilik baxımından təhlilidir. Bu da, yəni, bunun nə vaxt bunu eləmək mümkündür, necə bu artıq Sərdə xanıma məlum olan bir elmi, deyək ki, ona məxsus bir istedaddır. Burada belə baxdım, Azərbaycanın son illərdə Qarabağla bağlı yazılmış, ümumiyyətlə, bütün bu illər arasında yazılmış, elə bir ciddi əsəri yoxdur ki, kənarda qalsın. Elə bir ciddi müəllif də yoxdur ki, kənarda qalsın. Ona görə də mən onu ürəkdən təbrik edirəm. Çox böyük bir işdir, çox böyük bir zəhmətdir. Və artıq Əsəd bəy dedi, İsa Əbqəyli, mənim hörmətli dostum, İsa Əbqəyli də çox ürəklə, bəni elə gəlib biraz da xəsisliklə.
biraz da xəsisliklə bir ön söz yazır. Mən olsam daha böyük, o tərifli, ürəyimin o tərif tərəfini, tərif xəttində yox. Sadəcə olaraq, bu doğrudan da bizim ədəbiyyatşünasımızda yer tutacaq bir əsərdir, yer tutacaq. Yəni, yer tutacağı ehtimal olunan yox, yer tutacaq. Bugün artıq bu ədəbiyyatşünasının bir faktı olan əsərdir və amma hər halda İsa müəllim bunu redaktoru diqqətlə oxuyub və çox geniş bir öz söz yazıb. Akademiyanın prezidentinin belə bir öz söz yazması özü bu əsərə verilən böyük qiymətdir. Mən çox burada bu kitab haqqında danışanlar bilirəm, ədəbiyyatşünaslıq institutunun, ədəbiyyat institutunun əməkdaşları buradadır. Onlar Sərdar Xarqov bəlkə məndən də yaxşı tanıyırlar, bəlkə yox doğrudan da məndən daha yaxşı onun elmi yaradıcılığını izləyirlər, daha geniş danışacaqlar. Amma hər halda mən təşəkkür edirəm Sərdar Xarqov mənim bugünkü məclisə dəvət elədiyinə görə və bu kitaba görə. Bu kitab bir faktdır artıq, ədəbiyyatşünaslıq faktıdır, elmi faktdır və doğrudan da bizim Nizami adına Ədəbiyyat İnstitutunun başını ucaldan bir kitabdır. İki ciddi, müstəqil bir dövrdə Azərbaycan ədəbiyyatı, o da elə həmin institutun üstə hazırlanmışdır. Bilirsiniz, cavanlar yaşlıya, hamının haqqında çox haqqında o çiftlər var falan. Danışılanda ki, bugün nə bilim, ədəbiyyatşünaslıq, ədəbi tənqid, hara baxır filanlar, onda o kitabları qoyulur, bu ədəbi tənqid bunu gözdən qaçırmayıb. Bugün də bir ədəbi tənqid və ümumiyyətlə Azərbaycan ədəbiyyatı və ictimai həyatımız, Azərbaycan ədəbiyyatı, Azərbaycan ziyalısı haradadır, Azərbaycan ziyalısı hara baxır. Və son olaraq onu deyim ki, bu ziyalılara qarşı hücumlara biz bəzən cavab vermirik. Amma bir şey var, ziyalı bir vaxt meydan vardı, çıxır meydanda sözünü deyildi, biri mən, deyək ki. Meydanda sözü vardı, sözünü ən kəskin şəkildə deyildi. Bugün müstəqil dövlətim var. Bugün ziyalı yenə meydana çıxmalı deyil ki, bugün səbəblə dövlətin inkişafına istəyib sözü ilə, özü ilə kömək eləsin. Ziyalı nə qədər, deyək ki, həyat istəyir. Ziyalı getdikcə sözünü, deyək ki, bədilik tələb edir ki, sözü bəzən o çılpaq şeydən keçsin, alt-qata. Ziyalı sözünü bugün tribuna da demir, qəzet yazısında demir, ziyalı sözü də əsərində deyil. Bədii əsər. Bədii əsərləri oxuyun, görün onun içində nə var? Görün bugünkü Azərbaycan ədəbiyyatı, bugünkü həyatımızı əks elətdirir, yoxsa yox? Bugünkü problemlər bizim ədəbiyyatımızda var, yoxsa yox? Əgər olmasa, onda deyirsiniz ki, bizim ziyalımız bugünkü ədəbiyyatın probleminə göz yumur. Tamamilə yanlış mövqedir. Yazısının işi, deyək ki, indi biz yolu keçmişik ya, yazısının işi həmişə tribunada çıxıran deyil ki, onun işi yazmaqdır və həyatın o bütün problemləri orada göstərməkdir. Əgər oxucu onu oxumursa, əgər kitablarımız gedib rayonlara çatmırsa, əgər kitablarımızın tirajı azdırsa, yayılmırsa, oxucular bizim yazıçılarımızın nə iş gördüyündən xəbərlisizsə, bu yazıcının günahı deyil ki, oxucunun günahıdır. Geçsiz zəhmət çəksin, oxusun, görsün ziyalı nə işlə məşğuldur. Təşəkkür ederim.